Güldürməyə məni da. Hər kəs inşallah kanalıma və videoma hamınız təkrardan xoş gəldiniz. Sizin hər zaman kimi Zəhra və fərqli günümüzdəyik. Operatorumuz salam desin. Salam. İki şokoladlar baş veriyor. Gəl. Operatorumuz kömək edir. Bu ondan üçün deyil. Yox, qız dedi ki, yumurta çıxmalı. Vaxtı da olmuşum. Az da bütün her yere fışkırttı. İndi qız bizdən nə istəyir? Qız bizdən nə istəyir? Yox, bir stəkan deyirəm. Az çəkmirsən, hə. Qoxuyla çək. Bir xörək qaşığı un əlavə edirik. Bu qədər unu. Sonra qarışdırılmışıq. Ən nifrət elədiyim mərhələ olar ya birinci ya da bunu pişirəndə. Çünki unun hamısı həll olmur. Gərək mikserlə ya da çırpıcı ilə. Çırpıcıdakı almaq yadımdan çıxır. Ona görə baxın. Yaxına gətir biraz. Yaxına gətir. Yoxuna götürəcəm, uzağa gətir. Bununla eləmək olar. Belə olur da doğrusu. Bununla da şey olmayacaq. Kameramanımız, operatorumuz bizə kömək etmək yolundadır. Kameram bağlı. Yumurtanın qapağı düşür bana. Kız bu kadar öyle. İçi de yumurta var. Ben neyim ya? Beşi də çıxır bundan. Bilmirəm. 3-4 dənə. Olmaz bu. Onu yavaş-yavaş, indi yenə əlavə eləmək lazım. Onu çox atdıqca... Sürdür, bəlkə daha çox tökək. O sürü hamısını tökməyəcək. Hədə ilə oradakı qaşıqla əlavə eləyirik yenə. Aşbazımız. Bir çimdik. Neydi o soda? Burada. Çoxdur. Bəsdir. Çoxdur. Belə o qədər tökdüm. Əlavə elədim. Nə? Gəlirik. Sodanı əlavə elədi, qarışdırdı. Sonra yenə bir stəkan. Bir xörək qaşığı. Sonra yenə qarışdırırım. Qarışdırandan sonra şey əlavə edilir. Yağ. Yaxşı da bura. Yağ əlavə edirik. Biraz. Yəni miqdar göstərməyib. Ona görə biraz belə. Oş, çox tökdüm. Yenə qarışdırırıq. Bu videomuz qarışdırmaqdan ibarətdir. Qatılaşdı var orada. Onda kağızdır. Onun çırpanı yaxşıdır. Verpələn. Gün qalacaq.
mikserimiz milyonuncu dəfə olaya qarışıyor. Dur. Biraz da təkəyi onu. Çək. Bu üç töktük. Üç töktük ümumi. O nə qədər tökür? O da elə üç töktü. Hadi elə ona qədər töksə biz o qədər töktük də. Nə qədər tökməliyik? Üç dənə tökməliyik. Mən niyə o kıvama gəlməyib? Mən nə bilim? Sən yenə də əlavə elə. Bu bilinç koddur. Mamadan gizli mikserin sürtülüsünlə eləyəcəyik. Ümid edirəm ki, baxmaz. Aşı olsun da. Şimdi de götür. Biraz bas. Heyecan dolu anlar. Ay Allah. Qatılaşmalı ki. Amma unu getdi. Valla qatılaşdı. Qatılaşdı. Ya. Tavanı pişireceğim ama. Gözde kızsın da, gözde. Ne şotkası? Mama, şotka hardadır? Yağlayan şotka. Fırçası var. Harda? Tükü yoxdur ki onun. Yoxdur mama, qaşıqların yanında yox. Torçun ola. Ay, Sımaz səni gördüm, qorxdum. Belə çəkəyi yox. Yoxdur sən şey elədin. Al, birisi var. Yoxdur, yoxdur. Neymişsən? Çək tamam mı? Şeylə, qaşıqla qoyun, mən çək. Mən çək, amma elə elə düşməsin. Qaşıqla qoyun, nə çömçəklə? Çömçəklə. Şeyi tapa bilmədik, uşaqlar biz. Yağlayan şey var, onu tapa bilmədik. Çömçək. Aha, başladı. Mini bir də mən çək. Yaxşı dedi, mən çək. Ay qız, mən çək də o. Elə bir o deyə kanal sahibi. Götür nə? Köbükdən çəkdim. Hanım. Çox tökdünüz yağı hanım. Mən də elə düşündüm hanım. Sımılı qoxdu. Ona yaymaq lazımdır. Getirin salfetka ilə yaya. Yox. Tut qulpundan belə-belə ilə tabanı. Doğrudan. Çox tökmüsən yağı. Doğrudan deyirsən. Götürdük. Boşaldaq rəqmi.
Yağ da oradan çoxdur. Yağ orada şey qalmamalıdır, üzmürməlidir. Bir dəfə mənə bax, Belə yayılmalıdır. Blinçiki düzəldəndə uşaqlar onu da çəkməmişdim. Blinçiki düzəldəndə 2-3 dəfə olubdu. Çox yağ tökdüm. Blinçik şey oldu, kim olur? Kim olur? Allah aman. Nədir düz deyirəm də? Kim olur da? Slime kim olur? Cacık. Nəysə, Cicik onu- olur, bıcık olur. Düt eləyərsən. Yox. Götürdük. Yağ qızmır. Duş. Qızır. Amma bu arada məncə bu əsl dəmir deyil. Az tökmərsən. Dəmir tava qızana qədər bizim ağlımıza gələnlər. Geç bir yana. Başladı. Bismillah ya. Belə olur, belə oldu. Sən niyə belə çəkirsən? Bu qədər bəsdir. Məncə o bilinçik olacaq. Olmayacaq məncə. Çünki bilinçik üçün çox qatıdır. Anama. Allah. Az tök. Birini də bu yana tök. O zaman ideal yumru oldu. Mən çək. Çəkirsən? Olar ki, yəni bu olmasa nə yaparsın? Olacaq. Bundan eləmişsən də. Bunu eləməmişəm, Böyük. sən eləmişsən. Yox, mən eləmişəm. Eləmişsən, sən şey Hə. eləmişsən evdə. Hatırladım. Hatırladın mı Ali abi? Şey niye taxta? Bu günlerin hayalini kuruyorduk. Hatırladın mı Ali abi? Tahta de orada. Orada de. Oradadır. Qaranın arkasında. Ha bu, gəl. Mama bu da oradan birinci kol değil. Qəti şəkildə şey eləyəndə taxtanın suyunu götürməyin. Sıçraya bilər. Hoş tutdu xanım. Yaxşı, yoxsa duş yox. Aha. Yo ben gəl bir şey eləyim maraqlı olsun deyə belə eləyim ki, oradan sənə başlayalım da. Ten years later. Ama olur azdan. Olur. Olmaz da hele. O bizim önce güzel bakarsın. Doğru doğru. Belə oldu. Kapak kimi. Umbrella. Zafir. Tuvalet ağzına qaçabilir. Zafir de. Ayakları yok ona göre. Yok. Yok. Araya sıkıştı ona göre. Gele gibi. O nədir? Ortada alacağımızın pilişiydi. Hə, 4 dənə oraya götürdü, süd elədi. Onun bir də şəkər tozu. Onu qoydum. Nə? Top dönelim. Bir dəqiqəlik qoydum mikrovalnovkaya. Çıxartdı bilsən, belə oldu bax. Dublimiz hazırdır. İkinci dublə keçirik. Ülker edir operatorumuz. Ay belə cippiş olacaq. Forma ilə deyirlər, ürək formasında görmüsən? Çox tavan qırağına elədim. İstilik gəldirmə qorxdum. Şey kimi. Hə, sən şey yemisən. Adı yadımdan çıxdı. Gül bulkunun arasında doktorski kalbasa. Uşaqlar, aramızda onu yoxlayan var. Gül bulku olur deyə. Gül bulku belə. Şey, Nərmindən alırdıq həmişə. Arasına doktorski kalbasa qoyub yeyirdi. Elə dadlı olurdu. Yeməmsən? Heç yeməmsən? Yok yememişim. Uşaqlar, siz yemişsiniz yazsayın. Rəylərdə bildirməyi unutmayın. Ay, nə şirin oldu bunlar. Ben ona görə ring light almaq istəyirəm. Görün, qaranlıq düşür. Bax. Ring light'ı tripoddan da çıxartmaq olur.
Bir də də ortaya. Ne pişiririk? Dadım test ediyoruz. Birinci hazırdır. Ay doğrudan da kutu, corat kutabına dönmüyor bu. Cıraq. Ay da içine bax, gör nə qəşəngdir. Çox qəşəng pişi baxır. Çox azdır şirinliyi. Bunları çikolataya Ya da ki mürəbbə. kəsirdir, kəsirdir. Bunu çok sevmişler. Nə? Bunu çok az da bana göre. Çok az. Hə. Amma çox qəşəng olub. Pişirip. Şirini yeyəndən sonra gəlir uzandan sonra. Wow. Azdır. Azdır. Azdır deyirəm təzədən bağlı. Geç pişiriyor ama. Ölçüler dağılıyor. Nerede çok şurada. Neredeki de öyle. Aslında nə peki? Büyük bu. Ne bu? Sonra armudu nerede ölçtü? Nəlbəki 5 manat, nəlbəki. Bu kadar yöndemsiz alıcı olmamış. Hamısı da bir formada deyil, hamısı bir ölçüdə. Hadi. Pankek. Güya indi Temu'dan gelen pankek. Dubai'li pankek. Evet. Şeker sana. Son durum halımız belədir. Burada Ülker xanım qoyur hamısını. Çox çəkməyəcəyik uşaqları şey eləmək üçün. Yəni ancaq şey çəkməyəcək də bu qədər. Eyni şey nə qədər çəkər? Axırlara yaxın biraz çəkəcək. Gözdür. Bir də şeylər, sifət elə. Bananımız var ya, bananla şey eləyə bilərik. Şey oldu elə, emoji. Test edir Ülker. Aha, bunda bir sohbet ediyor. Bunlar da yoxdur. Baxın. Eyni deyil də. Bura göstər. İşıq durdum arqada. Gələ bir ASMR çəkək. Qəşəngdir. Pis deyil. Amma ya bir əvvəlkindən daha şirindir, hə? Acele edelim yolları. Ya birinci kırılıyor bu boyla. Kışaydı ama şeye ihtiyacı var daha çok pis ol. Ama böyle çok kışaydı ilk defa için. Bunu hava bu geceydi. Tıpış. Hamısı pişmemiş, hamısını yiyip kurtaracağım. Sütlaç çok şürüstü. Birin gedək sütlaç yeyikər. Zavtırıqda verirlər ama. Şey deyirlər benim. Şirin kaşa, hə? Yok. Şöyle de böyle, öyle de oturdu. Orada. Koştu. Burada. Asfaltta. Yerik. Saat neçədə başlayacaqlar pişirməyə? Saat neçəydi? İlker xanım bilir. Saat hal-hazırda 1'dir. O 10 saat idi ki biz bunların pişməsini gözləyirdik. Bəziləri belə, bəziləri isə belədirlər. Belə. Və burada əzilmiş bananımız var. Biz bunları indi dadını test edirik uşaqlar. Yuxum gəlir. Belə görsənlər. Əslində belə sulum kimi. Burada.
Şirinliği yaxşıdır. Hı? Ne? Ben... Uşaqlar, ümid edirəm ki, bu videomu bəyəndiniz. Umudum. Bu videomuz bura qədər idi. Əgər daha çox belə videolarımızın gəlməyini istəyirsə, kanala abunə olub, like atıb, yorum yazmayı unutmayın. Sizin də Zəhra və operator idi. Sizi öpürəm. Bye bye.